Salam əziz şagirdlər. Bugün biz 6-cı sinif riyaziyyat dərsliyindən tam ədədlərin müqayisəsi mövzusuna baxaq. Bilirik ki, tam ədədlər, deməli, natural ədədlər, onların əksi olan ədədlər və sıfırdan ibarət olan ədədlər çoxluğudur. Və bunları ədəd oxunda təsvir eləsək, burada şəkildəki kimi belə bir ədəd oxu ala bilərik. Sıfırdan sağda müsbət tam ədədlər, solda isə mənfi tam ədədlər yerləşir. Və ədəd oxuna baxaraq görürük ki, istənilən müsbət ədəd sıfırdan böyükdür. İstənilən mənfi ədəd isə sıfırdan kiçikdir. Və buradan belə bir nəticəyə gəlirik ki, hər bir mənfi ədəd hər hansı bir müsbət ədəddən kiçik olar. Məsələn, nümunə göstərsək, mənfi 4 kiçikdir 2-dən, mənfi 5 kiçikdir 1-dən, mənfi 8 kiçikdir 5-dən və s. Yəni, hər bir mənfi ədəd istənilən müsbət ədəddən kiçikdir. Bəs iki mənfi ədəddən hansı kiçikdir və ya böyükdür? Bunu necə göstərə bilərik? Deməli, görürük ki, ədəd oxunda sıfıra yaxın olan mənfi ədəd daha böyükdür. Məsələn, mənfi 6-ya baxaq, bir də mənfi 2-yə baxaq. Mənfi 2 mənfi 6-ya nisbətən sıfıra daha yaxındır. Ona görə mənfi 6 mənfi 2-dən kiçikdir. Mənfi 4 mənfi 1-ə baxaq. Mənfi 4 mənfi 1-dən solda yerləşdiyinə görə mənfi 1 isə mənfi 4-ə nisbətən sağda yerləşdiyinə görə deməli, mənfi 4 mənfi 1-dən kiçikdir. Yəni, belə nəticəyə gəlirik ki, ədəd oxu üzərində sağda duran ədəd nədir? Böyükdür. Yəni, bu cür mənfi ədədləri müqayisə eləmək olar. Məsələn, başqa bir misala baxaq. Mənfi 7 böyükdür, yoxsa mənfi 3 böyükdür. Mənfi 7 mənfi 3-dən solda durduğuna görə mənfi 7 mənfi 3-dən kiçik olar. Və ya mənfi 7 mənfi 3-ə nisbətən sıfırdan uzaqda yerləşdiyinə görə mənfi 7 mənfi 3-dən kiçik olar. Baxaq indi misallara. Birinci misala baxaq. Ədəd oxundan istifadə etməklə ədədləri müqayisə edin. Baxırıq. Mənfi 2 0. Mənfi 2 0-dan solda durduğuna görə mənfi 2 0-dan kiçikdir. 1 və mənfi 2-yə baxaq. 1 mənfi 2-dən sağda olduğuna görə mənfi 2-dən 1 böyükdür. Mənfi 6 və mənfi 1-ə baxaq. Mənfi 6 mənfi 1-dən solda yerləşdiyinə görə aydındır ki, mənfi 6 mənfi 1-dən kiçik olar. Mənfi 1 və mənfi 5 və 1-ə baxaq. 1 5-dən sağda yerləşdiyinə görə deməli 1 mənfi 5-dən böyükdür. Biraz əvvəl dediyimiz kimi bütün mənfi ədədlər sıfırdan kiçikdirlər. Çünki sıfırdan solda yerləşirlər. Mənfi 4 və mənfi 1-ə baxsaq, mənfi 4 mənfi 1-ə nisbətən ədəd oxu üzərində solda yerləşir. Ona görə mənfi 4 mənfi 1-dən kiçikdir. İndi baxaq, misal 2-yə müqayisə edin. Mənfi 120 və 0. Aydındır ki, mənfi ədədlərin hər biri sıfırdan kiçikdir. Mənfi 108 və 100. Mənfi ədədlərin hər biri müsbət ədədlərdən kiçikdir. Mənfi 13 və mənfi 9. Mənfi 9 mənfi 13-ə nisbətən sağda olduğuna görə mənfi 13-dən böyükdür. Mənfi 6 və mənfi 12. Mənfi 6 mənfi 12-dən böyükdür. 51 və mənfi 72. Müsbət ədədlər həmişə mənfi ədədlərdən böyükdür. 41 və mənfi 41. Yenə də 41 mənfi 41-dən böyükdür. Mənfi 18 və mənfi 23. Mənfi 18 mənfi 23-dən böyükdür. Mənfi 27 və müsbət 27, aydındır ki, müsbət 27 böyük olar. 25 və mənfi 2. 25 mənfi 2-dən böyükdür. 0 və mənfi 40. 0 mənfi 40-dan böyükdür. 0 və mənfi 93. 0 mənfi 93-dən böyükdür. Mənfi 71 və 8. 8 mənfi 71-dən böyük. Mənfi 71 isə 8-dən kiçikdir. 3-ə baxaq, boş xananın yerinə hansı ədədlər ola bilər? Hər birinə aid 4 ədəd yazın.
Məsələn, bilirik ki, deməli, o ədədlər mənfi 2-dən kiçikdir ki, ədəd oxu üzərində mənfi 2-də solda yerləşmiş olsunlar. Buna nümunə olaraq hansı ədədləri göstərmək olar? Məsələn, mənfi 3-ü demək olar. Mənfi 3-ü demək olar. Mənfi 4 götürmək olar. Mənfi 6 götürmək olar. Mənfi 8 götürmək olar. Yəni, mənfi 2-dən solda yerləşən hər bir ədəd mənfi 2-dən kiçikdir. Mənfi 6-dan böyük bərabər. Deməli, biz bura ilk öncə mənfi 6-nı yaza bilərik. Daha sonra isə mənfi 5, mənfi 3, 0 və s. yaza bilərik. Yəni, mənfi 6-dan sağda duran ədədləri yaza bilərik. Mənfi 14-dən böyük olan, mənfi 14-dən böyük olan isə nə yaza bilərik? Mənfi 13 yaza bilərik. Mənfi 11 yaza bilərik. Mənfi 6 yaza bilərik. Mənfi 3 yaza bilərik. Hətta müsbət ədədləri də yaza bilərik. Deməli, 0-dan kiçik bərabər olan nələri yaza bilərik? 0-dan kiçik bərabər 0-ı yaza bilərik. Mənfi 1 yaza bilərik. Mənfi 2 yaza bilərik. Mənfi 4 yaza bilərik və s. Mənfi 20-dən böyük bərabər olan ədədlər. Mənfi 20 yaza bilərik. Mənfi 19 yaza bilərik. Mənfi 15 yaza bilərik. Hətta bir müsbət ədəd də deyə bilərik. Məsələn, 3 yaza bilərik. Mənfi 12-dən kiçik olan ədədlərə nümunə olaraq isə mənfi 13 yaza bilərik, mənfi 15 yaza bilərik, mənfi 20 yaza bilərik, mənfi 25 yaza bilərik və s. Yəni, daha çox nümunələr göstərmək olar. Hansı fikirlər doğru deyil? Nümunələr göstərməklə izah edin. Mənfi ədədlər müsbət ədədlərdən kiçikdir. Biz artıq bunu keçən dəfə biraz əvvəl izah elədik. Bütün mənfi ədədlər, bütün müsbət ədədlərdən kiçikdir. Ona görə ki, ədəd oxu üzərində mənfi ədədlər həmişə müsbət ədədlərdən solda yerləşir. Məsələn, ədəd oxuna baxsaq, burada görürük ki, bütün mənfi ədədlər mənfi ədədlərdən solda yerləşir. Ona görə də mənfilər müsbətlərdən kiçikdirlər. Nümunə göstərə bilərik ki, məsələn, mənfi 8 kiçikdir 5-dən, mənfi 1 kiçikdir 1-dən və s. 0 mənfi ədədlərdən kiçikdir. Doğru deyil. A variantdakı sual doğru idi və nümunələr göstərdik. B variantdakı sual isə doğru deyil. 0 mənfi ədədlərdən kiçik deyil, əksinə böyükdür. Yəni 0 böyükdür mənfi 3-dən, 0 böyükdür mənfi 6-dan və s. Çünki 0 ədəd oxu üzərində mənfilərdən sağda yerləşir. Ədəd oxunda 0 ixtiyarı mənfi ədəddən sağda yerləşir. Bu doğrudur. Ədəd oxunda 0 ixtiyarı mənfi ədəddən sağda yerləşir. Yəni, C variantı doğru, B doğru deyil, A doğrudur. Tam ədədlərin sıralanmasına baxaq. Tam ədədlərin sıralanması nədir? Tam ədədləri müqayisə etmək üçün ədəd oxundan biz istifadə edərik və bu zaman ədədləri sıralaya bilərik. Sıralamaq üçün ədədləri ya artma sırayla, ya da ki, azalma sırayla düzmək olar. Məsələn, baxaq 5-ə ədəd oxundan istifadə etməklə ədədləri sıralayın. A variantına baxsaq, görürük ki, birinci sıradakılar artma sırayla düzülməlidir. Artma sırayla düzülmək üçün kiçikdən böyüyə düzməliyik. Burada ən kiçik ədəd mənfi 6-dır. Sonra mənfi 2-dir. Sonra 4, 5 və sonda 8. Yəni, bu şəkildə artma sırayla düzdük. B-yə baxsaq, burada ən kiçik ədəd mənfi 7-dir. Sonra gəlir mənfi 5. Sonra mənfi 3.
daha sonra 0, daha sonra isə 6 və 8. C variantına baxsaq, deməli, burada ən kiçik ədəd -2-dir. Daha sonra -1-dir, 0-dır, 9 və 10-dur. D variantına baxsaq, burada ən kiçik ədəd -6, daha sonra -4, sonra -2, yəni artma sıra ilə yazırıq. 1, 2, 4-dür. İkinci sıra isə azalma ilə yazılanlardır. Azalma ilə yazmaq üçün elə bir böyükdən kiçiyə yazmalıyıq. A variantına baxsaq, burada ən böyük ədəd 8, sonra 5, sonra deməli -2, daha sonra -3, sonda isə -6. Yəni ən kiçik ədəd burada -6, ən böyük isə 8-dir. Baxaq B variantına. Deməli, B-də ən böyük ədəd 9-dur, sonra 8-dir. Daha sonra baxsaq, deməli, -1-dir. Daha sonra -2-dir. -3 və -5. Baxaq C variantına. Ən böyük ədəd 7-dir. Ondan kiçik 3, 3-dən kiçik 0, 0-dan kiçik -2, -2-dən kiçik isə -4-dür. D variantına baxsaq, ən böyük 8, 6, 6-dan kiçik 3, 3-dən kiçik 0, 0-dan kiçik -3 və ondan kiçik -5-dir. 6 nömrəli tapşırığa baxsaq, ədəd oxundan istifadə etməklə A variantı, deməli, birinci cədvəldəki variantlarda olan ədədlər artma sıra ilə, ikincidəkini isə azalma sıra ilə düzmək lazımdır. A variantına baxaq. Deməli, bunlar artma sıra ilə düzürük. Ən kiçik ədəd -42-dir. Daha sonra -18-dir. Sonra isə 50 və sonra isə 48 və 50-dir. Deməli, 48, 50. Baxırıq B variantına. Ən kiçik ədəd -47, sonra ondan böyük -17, -21, 21'i fikir vermədim birinci, -21, daha sonra -17, sonra sonda isə ən böyük 50'dir. Baxaq C variantına. Deməli, ən kiçik ədəd -35, daha sonra -23, sonra -17, 0 və 6. Baxaq D variantına. Deməli, ən kiçik ədəd -49, sonra isə -32, -8, 7 və 31. İndi isə ikinci cədvələ baxaq. İkinci cədvəldə isə azalma sıra ilə düzürük. A variantına baxsaq, azalma sıra ilə düzmək üçün birinci ən böyük ədədi yazmaq lazımdır. 25, 18, -16 və -30. B-yə baxsaq, deməli, ən böyük ədəd burada -12, sonra -24, -29, sonda isə -34. C-yə baxaq. Deməli, ən böyük ədəd -15, müsbət 15, sonra 0, -15, -29, sonda isə -42. D-yə baxaq. Ən böyük ədəd 27, ondan kiçik 4, 4'dən kiçik -25, -25'dən kiçik -38, ən kiçik isə -43'dür.
Baxaq 7-ci tapşırığa. Ədəd oxundan istifadə etməklə boş xanaya uyğun olan tam ədədləri müəyyən edin. Deməli, -8 ilə -7 arasında yerləşən tam ədədlər hansılardır? Yəni, -8-dən böyük, -2-dən kiçik olan ədədlər -7-dir, -6-dır, -5, -4 və -3. Baxaq ikinci sıraya. -5 ilə 0 arasında -4, -3, -2 və -1. -2 ilə 2 arasında -1, 0, 1. -4 ilə 3 arasında -3, -2, -1, 0, 1, 2. -6 ilə -2 arasında -5, -4, -3 bunlar. İndi isə baxaq 8-ə. Boş xananın yerinə hansı ədədlər ola bilər? Hər birinə aid 4 ədəd yazın. Yəni, -12-dən böyük, 10-dan kiçik olan 4 dənə ədəd yazaq. Məsələn, yaza bilərik -10, -5, 0, 8. -27 və -14 arasında -21, -20, -18, -16 və s. -8 və 25 arasında -6, -3, 4, olsun bir də 21. -31 ilə 42 arasında -30, -25, -3, 8. Uyğun ədədləri müəyyən edin. 9-cu tapşırığa baxaq. 0-dan kiçik olan ən böyük tam ədəd. 0-dan kiçik olan ən böyük tam ədəd -1-dir. -1-dən böyük olan ən kiçik tam ədəd. -1-dən deməli, böyük olan ən kiçik tam ədəd 0-dır. -12-dən böyük olan ən kiçik tam ədəd -11-dir. -3-dən böyük, 4-dən kiçik olan ən kiçik və ən böyük tam ədədlər. -3-dən böyük olan və -4-dən kiçik olan ən böyük və ən kiçik tam ədədlər. -3-dən böyük olan, deməli, ən kiçik tam ədəd hansıdır? -3-dən böyük olan ən kiçik tam ədəd -2-dir. 4-dən də kiçik olan ən böyük tam ədəd 3-dür. -2 və 3. -3-dən böyük olan ən kiçik və 4-dən kiçik olan ən böyük tam ədədlər. Baxaq ona. Şəkildə Günəş sisteminə daxil olan planetlərdə orta temperatur verilmişdir. Hansı planetdə orta temperatur ən azdır? Baxırıq verilən ölçülərə, temperatur ölçülərinə. Ən az Neptundadır, -200 dərəcə Selsidir. Deməli, birinci sualın cavabı oldu Neptun. -200 dərəcə Selsi. İkinci suala baxaq. Hansı planetdə orta temperatur ən çoxdur? 464-dür ən çox. Venera. Üçüncü sualda isə planetləri temperaturlarına görə azdan çox sıraladıqda Uran neçənci olar? Planetləri sıralasaq. Üçüncü sual aşağıdan yazaq buradan. Planetləri sıralasaq azdan çoxa. Ən az deməli Neptundur. Neptun -200 dərəcə Selsidir. Sonra Urandır.
Deməli, daha sonra mənfi 140 Saturndur. Sonra isə Yupiterdir. Marsdır. Növbəti isə Yerdir. Sonra isə Merkuri. Ən deməli çox temperaturu olan isə Veneradır. İndi burada Uran neçənci planet olar? Uran ikinci planet olar. Yəni üçüncü sualın cavabı ikincidir. Yəni Uran ikinci planetdir. Azdan çoxa sıraladıq da. Baxaq 11-ə. Səbinənin fikrində tutduğu ədəd mənfi 7-dən kiçik, ən böyük tam ədəddir. Mənfi 7-dən kiçik, ən böyük tam ədəd mənfi 8-dir. Elxanın fikrində tutduğu ədəd isə mənfi 10-dan böyük, ən kiçik tam ədəddir. Mənfi 10-dan böyük, ən kiçik tam ədəd də mənfi 9-dur. Kimin fikrində tutduğu ədəd daha kiçikdir? Aydındır ki, mənfi 8 mənfi 9-dan böyükdür. Yəni mənfi 9 mənfi 8-dən kiçikdir. Və ona görə də kiçiyi soruşduğuna görə Elxanın fikrində tutduğu ədəd daha kiçikdir. Deməli, baxaq 12-ci suala. Cədvəldə bəzi çökəkliklərin dəniz səviyyəsindən dərinlikləri verilib. Ən dərin çökəklik hansıdır? Ən dərin çökəklik aydındır ki, Mariandır. Çünki cədvəldən görünür ki, ən dərinliyi olan Mariandır. Marian. Yapon çökəkliyi hansı çökəklikdən dərindir? Yapon çökəkliyi Tonga çökəkliyindən dərindir. Yazaq Tonga. Harada bunu yazaq? Belə buradan işarələr qoyun. Birinci, ikinci. Birinci sualın cavabı Marian. İkinci sualın cavabı Tonga. Üçüncü suala baxaq. Hansı çökəkliklər Tonga çökəkliyindən dərindir? Deməli, verilmiş çökəkliklərin hər üçü Marianda, Yapon və Filippin çökəklikləri hər biri Tonga çökəkliyindən dərindir. Adlarını yazsaq, Marian, Yapon və Filippin. Dördüncü suala baxaq. Filippin çökəkliyi dərinliyinə görə hansı iki çökəklik arasındadır? Aydındır ki, deməli, Filippinin dərinliyi mənfi 10.540-dır. O, mənfi 8.046-dan kiçik. 8.046-dan kiçik. Mənfi 11.034-dən isə böyükdür. Deməli, Filippin çökəkliyi Marian və Yapon çökəkliyi arasında yerləşir. Bunu belə sözlə də yazsaq. Marian, Filippin və Yapon. Beləliklə biz tam ədədlərin müqayisəsi mövzusuna aid olan tapşırıqların hər birini həll etdik. Dərsimizə baxıb bəyənməyi unutmayın. Abunə olun ki, yeni dərslərimiz sizə çatmış olsun və baxıb yararlanasınız. Sağ olun, növbəti dərslərimizə qədər.